Axşamınız xeyir. Demək, itburnu Qaracıda dəmləməsi dəmləyirəm inşallah sabaha. Bax, çox gözəldir. Çox gözəl qurudulub. Buna baxın. Mən özüm üçün dəmləyəndə adətən inşallah ki, demək, dozasını az eləyirəm. Çünki məndə təzyiq aşağı meyllidir. Onun üçün də mən yüngül dəmləyirəm. Yəni, amma kimin təzyiqi belə deyəndə yüksəkdirsə, 2-3 xörək qaşıq hərəsindən tökə bilər. Amma mən 1 xörək qaşığı. Bismillah. Görək necə tökə bilərəm. Alınır bu. Nəysə dağıtdım biraz ora-bura. Belə. 1 xörək qaşığı da demək, itburnu. İnşallah ki, tökə biləcəm. Bu da belə. Mən adətən itburnu Qaracıda dəmləməsi dəmləyəndə nəsə bitkilərdən mən əlavə eləyirəm. Bu səfər ənginarın yarpağını əlavə eləyirəm. Ənginar bilirsiniz də, qaraciyərin dostudur. Qaraciyərin, məhədaltı vəzin, dalağın, öd yollarını. Bir də inşallah ki, zəfəran. Zəfəran isə tərkibində zəngin selen var. Selen. Qalxanvari vəzin bütün xəstəliklərində çox gözəl təsir eləyir. Ürəyə çox gözəl faydası var. Bunları bir tər götürə bilsəydim. Hayf deyil bu. Bu çox gözəl bir şeydir. Və suyu qaynar əlavə eləyirik inşallah. Suyu da qaynar əlavə eləyirik. Tamam dolduracaq bunu. Səhərə qədər qalacaq, dəm alacaq. Səhər isə inşallah ki, içəcəyik. Qoy bir dənə doldurum. Ağzını da bağlayırıq. Artıq hazırdır. Səhərə qədər qalacaq. Səhər artıq dəm almış olacaq. Yəni içə bilərik. Səhər axşam içə bilərik. İndi orucluq aydır. İnşallah ki, günorta içmirəm də, mən səhər axşam içirəm. Bax belə. Xatırladım ki, hər dəfə elə bir çaşqaya süzdünüz içməyə, soyuyana dək gözləyirsiniz. Artıq soyuyan ilıq olanda 1 çay qaşığı alma sirkəsi qarışdırırsınız. 1 çay qaşığı da bal. Əgər təzyiqiniz çoxdursa, bal qarışdırmırsınız. Elə də içirsiniz. İnşallah xurmanla da içə bilərsiniz, kişmişlə də içə bilərsiniz. Yəni meyvələrlə, quru meyvələrlə içə bilərsiniz. Bu da kənd yumurtasıdır. Rafiq kişidən almışam. Çox gözəl yumurtaları var toyuğunun. Tərtəmiz. Mən təsəvvür edin ki, yumurtanı birinci yoxlayıram suda. Suya qoyub yoxlayıram. Təzəsə pişirirəm. Pişirəndən sonra hələ yeyən vaxtı da bir dənə belə deyim də qoxusuna, ətirinə baxıram. Əgər ətir xoşuma gəlməzsə yenə yemirəm. Ona görə də belə deyim də faydalı belə deyim məhsullar bədənə verək ki, o da bizə sağlam can versin inşallah.